Salam aleykum, hər vaxtınız xeyir, gününüz uğurlu olsun dəyərli izləyənlərimiz və müştərilərimiz. Bu günlərim müştərimizin sifarişini tamamladıq, qapı və pəncərələrini, həm də yay besetkasını. Buyurun, bir yerdə baxaq. Ya Allah, bismillah. Dəyərli izləyənlərimiz, gördüyünüz profillər 70'lik profil və 60'lık profillə pəncərələrimiz yığılıb. Model olaraq Luxline MMC olaraq modeli biz vermişik. Şüşələrinin rəngi korичневый sadə. Profilləri ön böyük pəncərələrimiz 70'lik tozluq rezinlərlə yığılıb. Profilimizin rəngi koyu meşə rəngdir. Burada isə yay besetkamız yığılıb. Buyurun gəlin pəncərəmizə birlikdə baxaq. Öncə birinci podvaldan başlayaq. Burada müştərimizin istəyinə uyğun portçukalarımız, ağ sadə şüşələr və 60'lıq seriya ilə yığılıb. Firma olaraq Luxline MMC. Hamısını göstərməyə açmıram sadəcə, göstərirəm. Buyurub baxa bilərsiniz. İndi isə çıxaq birinci mərtəbəyə. Burada birinci mərtəbədən ikinci mərtəbəyə qədər pilləkən üstü pəncərəmiz 70'lik profillə yığılıb. Müştərimizin istəyinə uyğun olaraq həm birinci mərtəbə, həm də ikinci mərtəbəyə havalandırma üçün pəncərə qoymuşuq. Açılan. Gördüyünüz kimi tozluq rezinləri üzərində çöldən yağış, külək, toz, torpaq olan zaman bu nahiyə, evin içinə düşən nahiyəsi tərtəmiz qalır. Bu hissədə isə toz, torpaq qalır burada və təxliyə olunur çölə. Şüşələri müştərinin istəyinə uyğun ağ sadədir, həm də cif mexanizminə sahibdir. Təmiz Türkiyənin orijinal cifləridir. İkinci mərtəbəmizdə də burada da gördüyünüz kimi həm adi qaydada açılır, həm də çox rahatçılıqla cif sisteminə sahibdir. Buyurun gəlin. Ən sonda birinci mərtəbəni də çəkərik. Burada isə dəyərli izləyənlərimiz qapımızdır. Balkona çıxış. Həm adi qaydada açılır. Müştərimizin istəyinə uyğun olaraq da qapımız cif mexanizmlidir. Gördüyünüz kimi havalandırma üçün. Burada isə dəyərli izləyənlərimiz profilimiz 70